Teşekkür edirik. Tarzən Cəbrayıl Göyüşov, xoş gəlmişsiniz Cəbrayıl müəllim. Salamlayırıq. Sabahınız xeyir olsun, xoş gördük. Dəvətə görə də çox sağ olun. Təşəkkür edirik. Tarzənimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimidir və düşünürük ki, burada söhbətimizdə həm yaradıcılıqla bağlı, həm də pedaqoji fəaliyyətlə. Mütləq. Son illərdə Cəbrayıl müəllim, sizə daha yaxın doğma olan nədir? Pedaqoji fəaliyyətiniz yoxsa Tarzən kimi ifaçılıq? Nailə xanım, mənim ümumiyyətcə 36 ilə yaxındır demək olar ki, mən müəllimlikdən, pedaqoji fəaliyyətindən yanaşı, həm də bir solistəm, ifaçıyam. Demək olar ki, hər ikisi yəni vəhdətdədir. Bərabər, paraleldir. Bəli, hər ikisi mənim üçün çox doğmadır, yəni fəxr edirəm. Bir çox müsabiqələrin laureatı. Beynəlxalq müsabiqələr laureatım, bəli, yəni. Cəbrayıl müəllim, tələbələrinizdən məhz sizin çizdiyiniz o yolu gedən varmı? Var, əlbəttə ki, var. Var, rüyaçanlar da var, yaşlılar da var. Yanıma hazırlığa gələnlər də var. Adətən tələbələrdə, gənclərdə bir şey var ki, hər ustaddan, sənətkardan müəyyən məqamları oğurlayırlar, öz sənətlərində tətbiq eləyirlər. Sizdə necədir tələbələrdə? Ümumiyyətcə, yəni mən elə özümdən götürürəm. Yəni bu, mən dediyim yararlıqdır. Düzdür, bir ustaddan, bir müəllimdən biz dərs alırıq, amma digər bizim sənətkarlara da bizi qulaq asırıq. Hər birisindən nəysə bir balaca da olsa götürürük. Amma hər ifaçının özünün, belə deyək də, sənət aləmində, sənət yolunda özü olmalıdır. O kimisə o yamsılamaq, onu kimisə kapravka eləmək, onunla nəysə yadda qalmırsan, nəysə bir amma öz yaradıcılığın özün öyrənmək lazımdır, hamıya qulaq asmaq lazımdır. Əlbəttə ki, bizim gözəl kalifiyə sənətkarlarımız olur. Amma özün olmalısan da, yəni. Gəlin qınamayaq, çünki tələbənin öz müəlliminə olan sevgidən irəli gəlir, onu təlqin etmək, onun kimi, ona bənzəmək, onun kimi ifa eləmək. Amma illər keçdikdən sonra o yaradıcılıqda öz yolunu tapır, öz cığırını tapır. Öz izin qoymalıdır. İndi belə deyək də, indi mən tarifatçıyam, yəni bəyət edilmiş kimi müəlliməm, mən ifaçıyam, solistəm. Hər bir ifaçının özünün öz dəsti xətti var. İndi bir dənə orada bir tarih səsi gəlsə, mən deyim ki, o kimdir onu ifa eləyən? Artıq bilirsiniz. Hər ifaçının özünün, yenə deyirəm, öz dəsti xətti olmalıdır, öz modelin qurmalıdır da, belə deyək. Öz üslubunu. Öz üslubunu qurmalıdır, bəli. Yəni, biraz yenə təkrarçılıq olmasın. Kimisə yamsılamaq, kimisə o kapravka eləmək, onun yolu, o çalıb da Yaxşı qarşı. Cəbrayıl müəllim, maraqlıdır. Baxın, tar o qədər geniş bir məfhumdur ki, onun istər milli notlarla ifadə etmək, istər digər xarici ölkə əsərlərini, biz not əsərlərində də, hətta orkestrin ifasında da belə tarı müşahidə edən çox partituralar görmüşük. Amma məhz sizin indi bayaq ifa etdiyiniz müəllifini istərdim. Adil Bəbirov, konsert piyes, çox texnikal bir əsərdir, texnikal bir əsərdir. Texnikasından hiss olunur ki, orada lirika var. Rəngələklikdir, bəli. Yəni, bunun aşılanmağın özü də çox vacibdir. Ümumiyyətcə, mən bizim milli muğamlarımızla yanaşı, mən klassik bəstəkarların əsərlərini, nəinki klassik, dünya bəstəkarların əsərlərin, yəni biz həmin ifa edirik, həm də onu tədris edirik. Cəbrayıl müəllim, özünüz də yazırsınız. Yox, hələ yox. Yazmaq hələ. Cəbrayıl müəllimin ümumiyyətlə pedaqoji fəaliyyəti o qədər maraqlıdır ki, adətən onun tələbələri söhbətlərində həmişə qeyd edirlər ki, Cəbrayıl müəllimin məsuliyyəti var tar alətinə qarşı və tələbkarlığı da var. Bilirsiniz, artıq 40 ilə yaxındır ki, bu mənim sirdaşımdır. Mən bu alət, yəni bundan yaxın həyatda mənə heç nə ola bilməz. Bu mənə şərəf gətirir, mənə şöhrət gətirir, mənə rozi verir, mənə bərəkət verir, məni xalqa tanıtırır. Mən buna necə xəyanət eləyə bilərəm? Mənim üçün müqəddəs. Bundan müqəddəs mənim üçün dünyada heç nə yoxdur. Ən çox sevdiyiniz musiqi nümunəsi nədir? Tarla ifa edəndə ondan bir zövq, ləzzət alırsınız. Təbii ki, bizim muğamlarımızın hamısı gözəldir. Mən əslən Qarabağlı olduğuma görə İndi o gendən irəli gələn yerdən, ya məkandan seyga mənim üçün çox deyəndə... İnsanın qəlbini titrədir o seyga. Hamıya, hər kəsə təsir edir. Bizim qanımızdadır, yəni bizim muğamların hamısı gözəldir. Bizim 7 əsas məqam var, bildiyiniz kimi.
Hamısı gözəldir, ayrı-ayrı. Amma Segah qəlb musiqisidir. Ruhuma mənim, necə deyirlər də, Daha yaxındır. daha yaxın olan Segah muğamıdır. Bəli. Cəbrayıl müəllim, nəncə bu 40 illik qeyd elədiniz, 40 ilə yaxın bir müddət ərzində, nəncə özünüz bir nəsə yazmaqmı deyim, ərsəyə Yox, gətirmək hər kəsin bir deyim? işi var da. Aha. Hər kəsin. Sən yaman maraqlısan ki, Cəbrayıl müəllim niyə Mən istəsəm öz yaza da nümunəsi bilərəm, amma yoxdur? mən ifaçıyam, mən. Cəbrayıl müəllim, əslində mən yazanlar sizə- var. Allah. Çünki adətən sənətkarlarda bu illər ərzində pedaqoji fəaliyyət olsun, yaradıcılıqdan sonra özündən sonra bir iz qoyurlar, bir içlərindən, ruhlarından süzülən bir şey ərsəyə gətirirlər. İnşallah gələcəkdə nə vaxtsa olarsa bəlkə. Amma yenə deyirəm, indi hələ özüm orada görmürəm də. Bildiklərinizi Aydındır. kifayət qədər aşılamaq, öyrətmək, ötürmək bu özü də yaradıcılıqda ən üstün cəhətlərdən biridir. Yəni o qədər bizim sənətdə ifaçılarımız var ki, özü yazmasa, bəstələməsə onların ifası, hətta bəzi bəstəkarları belə məftun edib ki, mənim istədiyimi o dərəcədə gözəl bir ifadə edir. O dərəcədə gözəl imzasını qoyur. Gəlin elə bəzi bəstəkarların özlərinin musiqilə münasibətini, məsələn ifaçılıqda Rəşid Beyputovun ifası, Şövkət xanım Ələkbərovanın hər zaman bəstəkarları məftun qoyublar. Halbuki onların Bəli. ifası həm hər zaman xalqa yaxın və çox peşəkar bir şəkildə olub. Cəbrayıl müəllim, təşəkkür edirik sizə. Bilirsiniz, Layla xanım, üzrəm, sənət yaradıcı insan heç vaxt ölmür. Onun bir dənə anadan olduğu il olur. Yaradıcı deyirsə Rəşid Beyputov, Bəli. kimlər? Belə insanlar, Cahangir Cahangirov, Zeyli Hacıbəyev, Şirat Həmidov, yəni bu saymanla yenə deyirəm, bitmir. Bunlar ölmür. Nə qədər ki bizim xalq var, nə qədər ki bu Azərbaycan musiqisi var, belə sənətçilər əbədidir. Bəli. Biz də çalışırıq ki, yəni nəysə bir azdan çoxdan nəysə bir iz qoyaq gedək. Mən çalışıram, bax bizim o klassik bəkarlardan yanaşır. Muğamlarımızı mən indi lentəram ki, gələcək nəsil nəysə haradasa bir Cəbrayıl Göyüşov yazanda orada klassik muğamlardan yanaşır, bəstəkar əsərləri, bizim milli rəqslər, bəstəkar mahnı. İstəyirəm ki, hər janrda yəni musiqilərimiz olsun. Cəbrayıl müəllim, yeri gəlmişkən Beynəlxalq Muğam Mərkəzində Dövlət Mədəniyyət və İncəsənət Universitetinin elə musiqiçilər ansamblı dəfələrlə konsert verirlər. O qədər maraqlı təqdimatlar olur ki, peşəkarcasına, professional şəkildə. Yəni düşünürsən ki, bu uşaqlar elə bir illərdən sənətdədirlər. Yaxşı, maşallah bizdə çox yetənəkli, çox doğrudan istedadlı uşaqlar var. Təşəkkür edirik. Uğurlar arzu edirik sizə. Sizin sosial şəbəkə hesabınızda bir misra yazmısınız Mikail Müşfiqdən. Oxu, tar, oxu. Tarın səsini dinləmək istəyirik. Növbəti ifanız. Bir daha çox sağ olun. Siz sağ olun. İlk öncə mən elə televiziyasının rəhbərliyinə, bütün əməkdaşlarına və o cümlədən sizlərə, ekran qarşısında oturan tamaşaçılara hamısının sabahsı xeyir olsun. Günümüz uğurlu, ruzlu, bərəkətli olsun. Amin. Çox sağ olun. Təşəkkür edirəm ki, bugün bizi dəvət eləmişsiniz. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Tarzən Cəbrayıl Göyüşov proqramımızın qonağı idi. Buyurun, Cəbrayıl müəllim, növbəti ifa.